Bismillahirrahmanirrahim. İmam Həsən Əskəri əleyhissalamdan, yəni 11-ci imamdan belə bir hədis nəql olunur. Deyir, mən va'aza əxahu sirrən fəqəd zanəhu. Deyir, hər kim qardaşına gizlində nəsihət eləsə, yəni bir insanı əyri yoldan, səhvdən çəkindirmək istəyirsinizsə, mütləqdir ki, ona gərək gizlində nəsihət eləyəsən, gizlində tövsiyə eləyəsən. İmam buyurur ki, hər kim qardaşına gizlində nəsihət eləyər, gizlində moizə eləyər, onu gizlində nəsihət etsə, fəqət zanəhu, artıq ona zinət vermişdir. Yəni bir insanı əgər batil yoldan, batil əqidədən, pis yollardan, şər əməllərdən çəkindirmək istəyirsə, yaxşı olar ki, ona gizlində nəsihət eləsin, cəmaatın içində yox. Əgər belə etmiş olsa, imam buyurur ki, o şəxs ona zinət vermiş sayılır. Və mən vəazahu, amma hər kim öz qardaşına əlaniyyətən, aşkarda, yəni onun etdiyi pis əməlləri cəmiyyətdə, cəmaatın içində, bir neçə nəfərin içində əgər ona moizə edərsə, ona nəsihət edərsə, onun səhvlərini cəmaatın içində ona deyərsə, fəqəd şənəhu, artıq o onun şəninə xələl gətirmiş olur, ona ziyan vermiş olur. Yəni onun etibarını neyləmiş olur, zədələmiş olur. Yəni əgər bir insan birinə nəsihət vermək istəyirsə, birini əyri yoldan çəkindirmək istəyirsə, birini batil əqidədən yayındırmaq istəyirsə, birini düşdüyü əyri pis işlərdən çəkindirmək istəyirsə, ən birinci daha yaxşı olar ki, neynəsin? Ona aşkarda yox, gizlində nəsihət eləsin, gizlində məsləhət versin. Ki, imam da buyurur ki, əgər belə etmiş olsa, o şəxs ona zinət vermiş olur. Yox, əgər onu aşkarda edərsə, o onun adına, onun hörmətinə xələl gətirmiş olar və onu qüsurlu etmiş olar.